Ağstafa rayon Köçəskər kənd sakini 9-cu sinif şagirdi Xədicə Əhmədova qeyri-adi bacarığı ilə həm yaşlılarından seçilir, həm də ətraf mühitin qorunmasına töhfə verir. O artıq 3 ildən çoxdur ki, karton, plastik və taxta tullantılardan müxtəlif maketlər hazırlayır. Onun ən böyük arzularından biri əsərlərin sərgisini təşkil etməkdir. Lakin indiyə qədər müxtəlif sərgilərdə də əl işlərini nümayiş etdirib. Düzəltdirəm, yuxarı Gövhərağa Ağdam meçididir, ondan sonra Gənclər Mərkəzidir, ondan sonra Şuşanın maketini düzəltmişəm, Xudafərin körpüsünü düzəltmişəm. Bunların hamısını özüm düzəldirəm. Karbkalardan, taxtalardan, çay daşlarından, sulu boyalardan istifadə edirəm. O əl işlərimin hamısını belə sərgiləmək istəyirəm. Hazırda milli toy adəti mövzusunda musiqiçilər və musiqi alətlərindən ibarət əsər üzərində işləməyi planlaşdırır. O, öz bacarığını Ağstafa Gənclər Evində daha da təkmilləşdirir. Biz onlara həm mənəvi, həm də psixoloji bacardığımız qədər dəstək oluruq. Əlimizdə olan materiallar vasitəsilə ona dəstək olmağa çalışırıq. Bir çox əl işləri var, hazırlayıb. Bizdən kömək istədiyi zaman isə biz onlara tam dəstək oluruq. Təbii ki, gənclərimiz üçün bu yolda çalışırıq. Başqa dərnəklərimiz də mövcuddur. Toxuculuqla bağlı dərnəklərimiz, rəsm qabiliyyəti olan gənclərimiz var. Təbii ki, bu da Ağstafa Gənclər Evinin böyük bir uğurlarından hesab edirik ki, o gənclər bizə müraciət eləyir və bu gün də öz əl işlərini göstərirlər. Divardakı rəsmlərin bir çoxu, bir çox portretlər digər sərgilərdə istifadə olunur. Qeyd edək ki, hazırda Ağstafa Gənclər Evində 50 gənc müxtəlif proqram və fəaliyyətlərə cəlb olunub. Müəssisə rayon gənclərinin ictimai fəallığının artırılmasına, liderlik bacarıqlarının formalaşdırılmasına, istedadlı gənclərin üzə çıxarılmasına və cəmiyyətə fəal inteqrasiyasına xidmət edir.